Salam dostlar. Bugünkü dərsimiz Runnable-lardır. Runnable nədir və necə istifadə edilir? Runnable Android arxa planda işlənməsi üçün lazım olan bir interfeysdir. Və ya təkrarlanan əməliyyatları yerinə yetirmək üçün də biz bu Runnable-lardan mütəmadi olaraq istifadə edəcəyik. Yəni təkrarlanan deyəndə biz threadlər haqqında ümumi məlumatlar keçməmişik. Onu ayrıca mövzu olaraq keçəcəm və Cortinslərdə də biz həmçinin Runnable-lardan istifadə etmiş oluruq. Runnable-lar countdown timer kimi tək bir halda işləmir. Runnable-ların işlənməsi üçün biz handler metodundan istifadə etmiş olmalıyıq. Və handler metodundan istifadə etmək üçün həmin bu metodun obyektini yaratmalıyıq. Runnable-ların əsas əməliyyatları odur ki, məsələn biz ekranda hər hansı bir əməliyyat görəndə və yaxud da ekrandan çıxanda digər bir application-a daxil olanda həmin əməliyyatın işi davam eləsin. Runnable-lar ona görə məsələn müəyyən siz internetdən datalar çəkəndə və yaxud da digər əməliyyatlar eləyəndə biz Runnable-lardan mütəmadi olaraq istifadə etmiş olacağıq. İndi isə sadə bir proqram yazaq ki, Runnable-ları daha rahat başlayaq. İlk öncə onu bildirmək istəyirəm ki, dərsimizi iki hissəyə böləcəm. İlk hissəsi dizayn hissəsi, ikinci hissəsi kod hissəsi. Dizayn hissəsində dostlar, biz ilk olaraq nə etməliyik? Adi bir xronometrə proqramı yazaq və ekranda da bizim burada bir dənə görüntümüz olsun və 3 dənə də buton. Və hər bir butonun da özünün ayrı-ayrı funksiyaları. Məsələn, mən hal-hazırda burada bir dənə text view yaradıram və text view-nun həcmini biraz böyüdək və burada məsələn içərisində müəyyən əməliyyatlar edir. Burada məsələn tutalım ki, ID-si olsun nəticə text və bunun ID-sini də refactor current file edirik. Dəliqəli şəkildə görsənsin və bunun içərisində tutalım ki, yazılar tam mərkəzdə olsun. Seçirik center və gördüyünüz kimi hərflər çox kiçikdir. Burada da biraz böyüdək. Ona görə də bunun hərfini yekə edirik biraz. Burada qeyd edirik 24. Və burada text hissəsində də yazaq ki, xronometr olduğuna görə burada məsələn biz text hissəsində yazaq vaxt. Bir nöqtə qoyaq və burada məsələn tutalım ki, olsun bu cür. Görünüş bu formada olsun. Bir dənə də background edək. Daha qəşəng görsənsin. Bu qaydada bizə bəs edir. İndi isə 3 ədəd buton yaradaq. Məsələn, birinci butonun içərisində burada ID-si olsun bunu. Buton start. Bunu edirik, refactor edirik. İçərisində text hissəsində olsun bizdə start. Bunları mən biraz sürətli edirəm. Sizlər də çalışın, artıq buna əliniz öyrəşsin. Mütəmadi olaraq istifadə etdikdə artıq bunları rahat olaraq yazacaqsınız. Bizim birinci butonumuz hazırdır. Eyni qaydada da ikinci butonu məsələn mən burada gətirirəm, ikinci butonu yaradıram. Burada da yenə on-click hissəsinə yazaq. Tutalım ki, stop. Stop. Text hissəsində olsun. Stop. ID hissəsində də olsun. Buton. Stop. Burada refactor edirik. Current file. ID-sinə bax. Buton start. Buton stop. Və üçüncü olaraq da biz bir dənə də reset butonu gətirək ki, məsələn tutalım ki, biz start etdikdə burada məsələn müəyyən artıq zaman gedəcək. Stop etdikdə o zaman dayanacaq. Biz məsələn yenilənmək istəyəndə reset düyməsindən tıklayaraq onu edə bilərik. Burada məsələn mən yazıram ID-sinə. Sonra reset. Burada. Direkt. Click hissəsində yazaq reset. Text hissəsində də qeyd edək ki, reset. Butonlarımız da tam hazırdır və buna aidi olaraq belə deyək, constraintlərində verək ki, bir-birlərinə qarşılıqları olmasın. Məsələn, gətirək bura.
Sağa, sola. Artıq bizim dizayn istəyimiz hazırdır. Bunu run eləyək, ekranda görüntüsünə baxaq. Bizə uyğundurmu? Androiddə mütəmadi olaraq problemlər olur. Məsələn, dizayn düzəldəndə hərdən çox qarışıqlıq edir, hərdən məsələn bug gəlir. Yəni belə bir şeylər olanda dostlar, özünüzü itirməyin. Yəni baxın, yenidən məsələn test edin, yenidən yoxlayın. Baxın, artıq bizim ekran dizayn sistemimiz səliqəli şəkildə görsənir. Bu bizə bəs edir. İlk öncə biz buradakı butonlara, buradakı məsələn text view çatmaq üçün Build Gradle-dan istifadə edək ki, artıq rahatçılıqla həmin düymələrdən istifadə edək. Build Gradle-dan istifadə edəndə nə edirik? Build Feature metodunu yazırdıq və içərisində də view binding qeyd edirdik və bunu da artıq true eləyəndə nav edirik. Artıq biz bu düymələrdən rahatçılıqla istifadə edə bilərik. Onun üçün də yenə bunu bağlayaq da, artıq burada bizim heç bir işimiz yoxdur. İlk öncə bindingi burada yaradırıq. Məsələn, rating var. Binding. Burada bunu silək. Lazım deyil. Binding. Activity. Binding. Slide. Və sonda da binding yazırıq. Və root edirik. Artıq bizim ekrandakı istənilən düymə ilə baxaq görək, yoxlayaq. Binding nöqtə. Baxın, artıq istənilən düymə ilə əlaqə qura bilirik. İlk dərsimiz bu qədər. Bundan sonraki dərsdə isə artıq Runnable-ın bütün kodlarını, məsələn bizim bu application'ımızın kodlarını artıq yazacağıq. Gələn dərs görüşənədək.